Mənim İsa'ya gedən yolum bir gündə açılmadı. O yol 2015-ci ilin iyul ayının son gecəsində, həyatımın ən qaranlıq gecəsində başladı. Həmin gecə sanki bütün dünya üzərimə çökmüşdü. Daxilimdə nə səs qalmışdı, nə güc, dizlərim titrəyirdi və yerə çöktüm. O an elə bir dua çıxdı ki dilimdən, sanki son nəfəsimin pıçıltısıydı. Rəbbim, bilmirəm gerçəksən ya yox, bilmirəm insanlar sənin haqqında düz deyib ya uydurub. Amma əgər varsansa, indi gəl. Çünki mən tək bacarmıram, məni xilas et. Mən söz verirəm, sənin yollarından əsla dönməyəcəyəm. Bu, iblisin tamamilə yıxdığı bir qadının son fəryadı idi. Amma qaranlıq gecələrdə səslənən səmimi dualar göyə çatırmış. Həmin gecə Rəbb cavab verdi. İçimdəki ağırlıq qopdu. Sanki illərlə sinəmdə oturan daş yerindən götürüldü. Ayağa qalxdım, çölə çıxdım. Atam pilləkənin altında dayanmışdı. O sadəcə bir cümlə dedi. Məni ayaqda saxlayan o cümlə. Evimizə gedək. Həmin gecənin səhəri dünyam tam dəyişdi. Sanki köhnə həyatım həmin anın içində qaldı. Hər kəs məndən imtina etmişdi. Amma mən özümü imanlı bir ailənin içində tapdım. Onlar qohumlarım olsalar da, imanları mənə yad idi. Adətlərinə bələd deyildim. Amma ürəklərindəki sevgi tanış idi. Sanki illərdir yoluna azmış bir insan üçün açılmış qucaq idilar. Onlardan bir cümlə tez-tez eşidirdim. İsa səni çox sevir.